Hər il olduğu kimi bu ildə may ayının əvvəlindən birinci sinifə şagirdlərin elektron qaydada deməli qəbuluna start veririk. Bu tarixlər, qeydiyyat tarixləri 1 may və 6 may tarixləri nəzərdə tutulur. Yəni ilk günlərdən sadəcə qeydiyyat prosesi başlanılacaq. 6 may tarixindən isə valideynlər artıq məktəb və müəllim seçimlərinə başlaya bilərlər. Xüsusi vurğulamaq istəyirəm, bir çox hallarda mediada, kütləvi informasiya vasitələrində bu prosesin müxtəlif müsabiqələrlə, müsahibə formatında təşkili ilə bağlı müzakirələr aparılır. Xüsusi qeyd eləmək istərdim ki, təxminən məktəbə hazırlıq qruplarında təhsil alan 90 minə yaxın şagird birbaşa birinci sinifə keçid alır. Ənənəvi olaraq, yəni proses elektron qaydada həyata keçirilir və hər hansı bir müsahibə nəzərdə tutulmur. Müsahibələr yalnız bir qism şagirdlər üçün nəzərdə tutulur. Hansı şagirdlər ki, təhsilini digər dillərdə almaq niyyətindədirlər, xüsusilə rus bölməsi üzrə müsahibələrə yazırlar. Bildiyiniz kimi müsahibələrin çərçivəsi ilə bağlı, müsahibədə qiymətləndirmə meyarları ilə bağlı artıq qaydalar da təsdiq olunub Nazirliyin kollegiya qərarı ilə və həmən qaydalarda müsahibənin çərçivəsi ilə də tanış ola bilər həm valideynlər, həm maraqlı şəxslər.